Salam, hər vaxtınız xeyir olsun. Kanalıma xoş gəlmisiniz. Bu dəfə sizlərlə çox ləzzətli, yumuşaq, evdə olan ərzaqlarla hər kəsin hazırlaya biləcəyi piroq resepti bölüşürəm. Əmin olun ki, hazırlasaz çox bəyənəcəksiniz, çox dadlı olur. Qaba çedet yumurta və 1 stəkan yarım şəkər tozu əlavə edirəm. Miksere ehtiyac olmadan sadəcə tel çırpıcı ilə bunları biraz qarışdırıram. Daha sonra üzərinə 1 stəkan duru yağ əlavə edirəm. Dəqiq ölçülərini videonun açıqlama hissəsində qeyd edəcəm. Və süd əlavə edib qarışdırıram. Üzərinə 3 stəkan unu ələkdən keçirərək əlavə edirəm. Siz isə kanalıma hələ də abunə deyilsinizsə abunə olmağı, videolarımı bəyənməyi və yaxınlarınızla bölüşməyi unutmayın. Dəstək olan hər kəsə indidən təşəkkür edirəm. Üzərinə qabartma tozu və vanil əlavə edirəm. Biraz da xırda doğradığım qoz əlavə edib qarışdırıram. Qarışdırdıktan sonra yaxşıca yağladığımız soba listinə boşaldıram və 180 dərəcəli əvvəlcədən istilmiş sobada üzəri qızarıb içərisi tam bişənə qədər bişiririk. Piroqumuz çox tez bişir, geniş qabda bişirdiyimiz üçün bu şəkildə çox gözəl köpür, qalxır və çox gözəl olur. Bunu bu şəkildə sadə yeyə bilərsiniz. Amma biraz daha dadlı olsun deyə mən kənar hissələrindən kəsib çıxarıram. Üzəri üçün ofuntu hazırlamağa. Biraz soyduqdan sonra isə üzərinə bişmiş qatlaşdırılmış süd əlavə edirəm və bərabər şəkildə yayıram. İstəsəniz adi qatlaşdırılmış südlə də əvəz edə bilərsiniz və yaxud da sevdiyiniz cemlə üzərini bəzəyə bilərsiniz. Mən isə belə bir alət vasitəsilə hər tərəfinə bərabər şəkildə bişmiş qatlaşdırılmış südü yayıram. Hazır olduqdan sonra isə üzərini ovuntu ilə bəzəyirəm. Sonda isə daha da dadlı olsun deyə xırda doğradığım qozu boşluq olan ovuntu hissələrinin üzərinə əlavə edirəm. Belə çox daha dadlı olur. Yeyərkən qozun dadını hiss edirsiniz. Xəmirimizin özü də qozlu olduğuna görə qozlu tort dadını verir. Həqiqətən də çox dadlı oldu. Siz də mütləq hazırlayın. Mənimlə nəticələri bölüşməyi unutmayın. Yeni videolarda görüşənədək.